Bunlardan hansı dana maksimal tempdə icra olunan? Maksimal tempdə xüsusi dözümlülük. Xüsusi dözümlülükdür, həm də sürət dözümlülüyüdür. Sonra gəldik nəyə? Ayrı-ayrı hərəkət qabiliyyətlərə aid olan hərəkətlərin optimal intensitet icra bacarığı ümumi dözümlülükdür, xüsusi dözümlülük. Xüsusi dözümlülükdür. Xüsusi dözümlülüyün digər hərəkət qabiliyyətlərlə əlaqəsi var, yoxdur? Əlaqəsi var. Bəs ümumi bəli, ümumi dözümlülüyün özü ilə əlaqəsi var? Ümuminin. Ümumi dözümlülük tək özü ilə əlaqəsi. Aha, tək özü ilə. Velosiped sürmək üzgüçülüyü ümumidir, xüsusi? Ümumi. Qəşəng. Dərəli təpəli yerlərdə qaçışlar. Ümumi dözümlülük. Qəşəng. Dərəli təpəli yerlərdə qaçışlar nədir? Ümumi dözümlülük. Aha, ümumi dözümlükdür. Sonra bəs belə deyək də, velosiped sürməyi öyrənmək hansı hərəkət qabiliyyəti idi? Öyrənmək. Çeviklik. Aha, öyrənmək çevikliyi idi. Amma velosiped sürməyin özü, sürüb getmək. Tək hərəkət reaksiya tezliyi, sürət. Yox, o dözümlükdür. Tək hərəkətin icra Xeyr. Yox, mən deyirəm ki, hansı hərəkət qabiliyyəti olanda sən onu dözümlük götürsən. Soruşsam ki, sürətin hansı komponentidir, onda gedərsiniz oranam. Hə, sürətin hansı komponenti? Hə, dözümlükdür, bəli. Amma mən soruşsam ki, məsələn, sizə harada sual düşsə ki, velosiped sürməkdir, qaçışdır, üzgüçülükdür, bunlar sürətin hansı komponentidir? O zaman siz dediyinizə gedirsiniz. Amma velosiped sürməkdir, üzgüçülükdür, qaçışdır. Qaçışın qarşısında var ha. Əgər metr verilməyibsə, qaçışın qarşısında metr verilməyibsə, gəl dözümlüyə. 400-ə qədər hansısa bir metr varsa sürətdir. 400-ü keçdisə, ümumiyyətcə 800-1500 bu dözümlükdür. Hətta metr yazılmasa var ha. Metr yazılmasa belə qaçmaq dözümlükdür. Çünki sana metr yazılmayıb. 400-ə qədər hər hansısa bir metr yazılırsa, yenə qeyd edirəm, 400-ə qədər hansısa bir metr yazılırsa, sən bunu sürət olaraq götürürsən. Yox, 400-dən yuxarı yazılıbsa və yaxud da ümumiyyətcə kökündən metr yazılmayıbsa, bu dözümlükdür. Aha, sonra dözümlüyün anam belə deyək də iki əsas göstərici ilə müəyyən olunurdu. Hansılardır? Ümumi xüsusi. Yox. Daxili bir də xarici. Xarici. Bəli. Aha, daxili göstəricilərimiz nələrimiz idi anam? Sinir sistemi. Aha, mərkəzi sinir sistemi, sonra. Sinir sistemi. Sonra. Ürək damar sistemi, bir də ürək damar sistemi, bir də tənəffüs sistemi. Tənəffüs Aha. sistemi. Görsəməyək. Bəli. Tənəffüs sistemi dözümlükdən başqa hansı hərəkət qabiliyyətin funksional sistemidir? Tənəffüs sistemi. Tənəffüs. Tək dözümlükdədir müəllim. Bəli, tək dözümlükdədir. Yaxşı, ürək damar sistemi neçə hərəkət qabiliyyətin funksional sistemi hesab olunur? Ürək damar sistemi. Ürək damar 3 hərəkət qabiliyyətdir. Aha, 3 hərəkət qabiliyyətdə sürət, gücdür, qüvvədir, bir də dözümlükdədir. Bəli. Sonra bəs belə bir sual verim də, dözümlüyün digər hərəkət qabiliyyətlərlə əlaqəsi deyən nə nəzərdə tutulur? Orada digər hərəkət qabiliyyətlərinə çeviklik, bir də əyilgənlik, bir də sürət. Aha,